Avropa İnsan Hakları Məhkəməsi bugün daha bir qərarını elan edir. Qərarda tanınmış jurnalist İkram Rafiqoğlu Rəhimovun bəraət hökmü qeyd olunub. Xatırladaq ki, İkram Rafiqoğlu Rəhimov Reallıq TV media qrupunun rəhbəri olaraq 2017-ci ildə qanunsuz həbsinə etiraz olaraq Avropa İnsan Hakları Məhkəməsinə müraciət etmişdi. Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilən İkram Rəhimov iddiaları qəbul etməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Həmin dövrdə onu Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə yəni şər və böhtan yazmaqda ittiham edən məhkəmə Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun və Prezidentin Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovun sifarişi ilə həbs etmişdi. Bu qərardan sonra Apellyasiya Məhkəməsinə müraciət edən İkram Rəhimov 3 ay sonra azadlığına qovuşdu. Lakin İkram Rəhimov media qrupu rəhbəri olaraq öz həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirərək Avropa İnsan Hakları Məhkəməsinə müraciət edir. Avropa İnsan Hakları Məhkəməsi bugün tanınmış jurnalistin həbsi ilə bağlı qərarını elan edib. Həmin qərara əsasən İkram Rafiqoğlu Rəhimovun həbsi qanunsuz hesab edilmiş və onun əsassız olaraq təzyiqlərə məruz qaldığı barədə qərar qəbul edilmişdi. Həmin qərara əsasən Azərbaycan dövləti İkram Rafiqoğlu Rəhimova 8500 avro təzminat ödəməli və onun həbsinin əsassız olduğunu tanımalıdır. Xatırladaq ki, İkram Rəhimov bundan sonra da həbs olunmuş və həmin həbsi də Avropa İnsan Hakları Məhkəməsi əsassız hesab etmişdi. Hazırda baş redaktorla əlaqə saxladıq və baş redaktor bildirdi ki, Avropa İnsan Hakları Məhkəməsinin ədalətli qərar qəbul edəcəyinə inanırdı və o heç vaxt cinayət tərkibli əməllərə sahib olmayıb. Onun bütün həbsləri sadəcə olaraq sifarişlə həyata keçirilir. Prezidentin keçmiş köməkçisi Əli Həsənovun sifarişi ilə də həbs olunmuşdur və onunla da bağlı bəraət hökmü qəbul olunub. Hazırda Avropa İnsan Hakları Məhkəməsinin qərarını alqışlayan baş redaktor, Reallıq TV media qrupunun növbəti illərdə də fəaliyyətinin qanuna əsaslanacağı fikrini önə sürmüşdü. Biz Reallıq TV media qrupu kollektivi olaraq İkram bəyi bu uğurlarına görə təbrik edir və ümid edirik ki, bizim media qrupuna qarşı olan təzyiqlərə və qanunsuz həbslərə son veriləcək. Qeyd edək ki, İkram Rafiqoğlu Rəhimovun həbsi ilə bağlı qərar çıxaran Sumqayıt şəhər məhkəməsinin hakimi qanunsuz əməllərinə görə həbs olunub və o 11 il azadlıqdan məhrum edilib. İlyas Mahmudovun 11 il azadlıqdan məhrum edilməsi ilə bağlı sualına isə İkram bəyin cavabı belə olub. Biz inanırdıq ki, belə hakimlərin qanunsuz qərarlarının uzunömürlü davam etməsi mümkünsüz olacaq. İlyas Mahmudovun həbs olunması və cəzasını çəkməsi üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki İlyas Mahmudov vətəndaşları aldadıb, əsassız qərarlar çıxarıb, insanların hüquqlarını pozub, Azərbaycan qanunvericiliyinə uyğun olmayan və öz şəxsi maraqlarını öndə tutan qərarlar qəbul edir. Buna görə də İlyas Mahmudovun 11 il azadlıqdan məhrum edilməsi tam əsaslıdır və bu qərarı qəbul edərək İlyas Mahmudovu cəzalandıran hər bir dövlət qurumuna təşəkkür edirəm. Qeyd etmək yerinə düşər ki, Reallıq TV media qrupunun rəhbəri, tanınmış jurnalist İkram Rəhimova qarşı Əli Həsənovun tabeçiliyində olan Mətbuat Şurası, eləcə də kütləvi informasiya vasitələrinə Dövlət Dəstəyi Fondu mütəşəkkil bir dəstə yaratmışdı və həmin dəstə jurnalistin həbsi üçün bütün yollara əl atmışdı. Amma İkram Rəhimova olunan təkliflər və onunla bağlı aparılan bütün araşdırmalar nəticəsiz qalmışdı. İkram Rəhimov təklifləri rədd etmişdi və bu təkliflərə qarşı o azad medianın yaşamasını önə çəkmişdi. Bildirmək istəyirik ki, həmin dövrdə İkram Rəhimovun ətrafında olan və ona dəstək verən həmkarları da təzyiqlərlə üzləşmişdi. İkram Rəhimov ona olunan təkliflərə yox deyərək öz mübarizəsini davam etdirmişdi. Baxmayaraq ki, onu qarşısında şər böhtan və həbs gözləyirdi. Məhz İkram Rəhimovun mübarizəsinin nəticəsidir ki, Mətbuat Şurasının kollektivi də dəyişdi. Mətbuat Şurası demək olar ki, sirayətsiz orqana çevrildi və KFTDF-nin rəhbəri Vüqar Səfərli də hazırda həbsdədir. İkram Rəhimovun özünün bildirdiyinə görə, bütün bu nailiyyətlər təkcə müstəqil medianın yaşaması üçün apardığı mübarizədir. Əgər bugün biz buna nail olmuşuqsa, demək biz dövlətimizin, Azərbaycanımızın inkişafını istəmişik.